Bu turnirdə hər birinizə uğurlar arzu edirəm. Ən birincisi bol-bol təcrübə qazanmaq lazımdır, inkişaf eləmək lazımdır. Hər məşqçi qələbə qazanmaq istəyir. Heç bir məşqçi deyə bilməz ki, mən hər hansı bir oyuna çıxanda yəni qələbə qazanmaq istəmərəm. Mən istəyirəm, qələbə qazanmaq istəyirəm, amma mübarizə aparmaq lazımdır, apararım. Yəni heç bir belə deyim də qələbə əziyyətsiz olmur, müftə gəlmir. Ona görə biraz əziyyət çəkmək lazımdır, biraz vurmaq lazımdır. Yəni 5 dəqiqədə, 6 dəqiqədə, 10 dəqiqədə sənə qalırsansa, son güclə qədər vuruşmaq lazımdır. Birinci növbədə hər zaman özünüzə inam lazımdır, özgüvən lazımdır. Problem yoxdur, səhv eləyə bilərsən, itirə bilərsən, bu normal bir şeylərdir. Yəni uşaq futbolunda, ümumiyyətlə futbolda hər oyuncu səhv eləyə bilər. Səhvsiz bir futbolçu yox, hər oyuncu səhv edir. Ya oyuncu tutmur, ya pas verəndə, zərbə vuranda hamı səhv edir. Bu problemdir. Əsas məsələ birlikdir. O səhv elədi, ay onun üstünə qışqırırım, sən pas vermirsən, yox. Siz hər biriniz bir-birinizə dayaq olmanız oynayın. Çünki siz dostsuz, qardaşsınız, komandasınız, birliksiniz, yumruqsınuz. Əgər sən onun yerinə qaçmasan, o sənin yerinə qaçmayacaq. Sən onun yerinə qaçmasan, o sənin yerinə qaçmayacaq. Sən onun əvəzinə mübarizə aparmasan, bu da sənin əvəzinə mübarizə aparmayacaq. Yəni, birlikdə mübarizə aparmaq lazımdır. Qələbə, ümumiyyətlə, futbolda qələbə birlikdir. Yəni, yumruq şəkildə getdin, açıldın, qayıtdın, yumruq. Başa düşdünüz? Yəni, ona görə bir-birimizə hər zaman dəstək oluruq və allatmaq və yaxud ay mən alladaram, müəllim nəsə deyər, elə şeylərə heç vaxt fikir verməyin. Zərbə lazımdır, zərbə vurmaq lazımdır. Allatmaq lazımdır, allatmaq lazımdır. Arkada yox. Qabaqda allada bilərsiniz. Arkada sadə oynamaq lazımdır. Sadə. Qabaqda necə istəyirsə oynayın. Mən sizə oradan yön verirəm. Sən bunu elə, sən bunu elə. Rahat olursunuz. Öz güvəniniz olsun, özünüzə inanın, özünüzə uveriniz olsun. Yəni, mən bunu bacararam. Başa düşdünüz? Mən qol vuraram, mən bu pası verə bilərəm. Çəkinməyin. And olsun Allah, mən sizin, hər birinizə özünüz bilirsiniz ki, mən necə sizin hər birinizə dəstək olurum. Və rahat olun. Rahat mənə lazım nə? Mübarizə. Topdan ayağımı çəkmək, başdan gəlir, başdan vurmaq lazımdır. Yəni, qorxmaq, çəkinmək, mən belə şeylər istəmirəm. Lazımdır dartmaq lazımdır, lazımdır çıxıb arkadan girmək lazımdır, lazımdır sərt oynamaq lazımdır. Ümumi deyirəm ki, rahat oynayın. Yəni, öz potensialınızı üzərə çıxardın. Qıraqda elə bir şey heç kim yoxdur, düşmüsünüz məhlədə futbol oynuyorsunuz. Rahat, spokojni.